Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. İnnehu hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve şefii zunubina Ebu'l Kasimi Muhammedin el Mustafa sallallahu aleyhi ve ala alihi tayyibin tahirin el ma'sumin ve lanetullah ala a'daihim ecma'in minel an ila liqai yevmiddin. Bəli, mübarək Ramazan ayıdır. Allah bu ayın feyz və rəhmətin bütün xalqımıza nəsib eləsin və Allahın da belə izzətinə, əzəmətinə bu aydan faydalanan şəxslərdən bizləri qərar versin. Bu günlərin hikmətin dərk eləməyi də bizləri müvəffəq eləsin. Çünki səhərdən axşama kimi Həzrət Mövla Əli ibn Əbi Talib əleyhissalam buyurur, nə çox oruç tutanlar ki, imsakdan, iftara, ac qalmaqdan başqa bir iş görmür. Çox böyük bir sözdür bu əslində. Nəhcül Bəlağədə buyurur Həzrət. Buyurur ki, imsakdan, iftara ancaq nə çox oruç tutan ki, ancaq elə ac qalır. Orucunun heç bir əhəmiyyəti yoxdur. Orucunun heç bir dəyəri yoxdur. Orucun xüsusiyyətlərin icra eləmir. O elə bilir oruç tutur, amma o ac qalır sadəcə. Namaz qılanlar da var bu cür. Həzrət buyurur ki, nə çox namaz qılan ki, elə əyilib qalxmaqdan başqa bir iş görmür. O bəzən deyirlər, filan kəs namaz qılır, misal gətirirlər də, elədiyi işlərə bax. Filan kəs oruç tutur, elədiyi işlərə bax. Bunu Həzrət Əli əleyhissalam buyurub, o təzə söz deyil. Yəni, kimsə elə bilər, onu təzəlicə kəşf eləyib, təzə söz deyil o. Həzrət Mövla Əli ibn Əbi Talib əleyhissalam buyurub ona. Özü də elə şəxsiyyət buyurub o sözü ki, onun orucu da orucu idi, namazı da nümunəvi namazı idi. Yəni, o şəxsin haqqı var deyə ki, onun ibadət və itaətlərin Allah Quranda cəmiyyətə təqdim edib nümunə və örnəyə kimi. Zəkat verir, sədəqə verir, Allah buyurur ki, sədəqəni belə verərlər. Kiməsə əl tutur, Allah buyurur ki, İnnəmā nut'imukum li vəcihilləhi lə nuridu minkum cəzaən və lə şükura. İnsan surəsində buyurur. Buyurur ki, bizim sizə verdiyimiz bu sədəqə, bu ehsan, Ramazan ayının orucu olsun, ya digər günlərin orucu olsun. Həzrət buyurur, 3 gün Həzrət Əli əleyhissalam, Həzrət Zəhra əleyhissalam, Həsən və Hüseyin əleyhissalam. 3 gün oruclarında iftar vaxtı qapını döydülər və onlardan yemək istədilər. Onlar 3 gün öz iftarların Allah yolunda verəndən sonra bu ayədə buyurur Allah, onların dilindən bizə nəql edir. Buyurur, İnnəmā nut'imukum li vəcihillah. Sizə verdiyimiz bu ehsan, iftar Allahın razılığın əldə eləmək üçündür. Elə bilməyin, siz özünüzü bizə borclu hesab eləyəcəksiniz. Bir qarşılıq güdmək üçün bunu vermirik. La nuridu minkum cəzaən və la şükura. Nə sizdən bunun qarşılığını istəmirik. Qarşılıq hələ bir yana qalsın, buyurur ardıyca, heç təşəkkür eləməyinizi belə istəmirik. Çox sağ ol da demə, ehtiyac yoxdur. Bax, bu insan deyə bilər, bunun haqqı var deməyə ki, filan kəs namaz qılır, düz qılmır. Filan kəs oruç tutur, düz oruç tutmur. İndi mən səhərdən axşama kimi haram qalmır eləyirəm, günah qalmır eləyirəm, deyirəm filan kəs filan işi düz eləmir. Qardaş, sən elə bir ki, özünə bir düzən ver, özünə bir çəki ver, özünə bir islah elə, özünlə məşğul ol. Bir alimlərdən biri buyurur, mötəbər təfsir alimlərindəndir, böyük ustadlardandır, böyük şəxsiyyətlərdəndir. Bugünkü alimlərin əksəriyyəti o şəxsiyyətin elmindən faydalanıb, onun vasitəsi ilə görkəmli alimlərdən birinə çevrilib. Deyir, onun bir cümləsi var idi. Buyurur, insanın, mən bu qədər deyir, oxudum, bu qədər araşdırdım, bu nəticəyə yetişdim. Onlarla kitabları var.
onlarla əsərlərin müəllifidir. Özdə hamısı çətin sahələr. Təfsir kimi, fəlsəfə kimi. Buyurur, mən bu qədər oxudum, bu qədər mütaliə elədim, bu qədər araşdırdım. Mən bir şeyin həqiqətini dərk elədim. Bu da bundan ibarətdir. İnsanın özün islah eləməkdən başqa mühüm ikinci bir işi yoxdur. Birinci mühüm işi insanın öz üzərində çalışmasıdır. İnsanın öz mənəviyyatına vaxt ayırmasıdır. Əzizlər, Ramazan ayının gözəlliyi baxın budur. Bu məsələyə köklənib əsas. İnsan özü üzərində çalışsın. İnsan öz üzərində işləsin. İnsan özünə bir düzən versin. Bir vaxt ayır özüvə. Nə vaxtdır? Bir ay sən özüvə vaxt ayır. İlahi, sənin ayındaxı Ramazan. Deyir, nə olsun mənim ayım? Deyir, sən də mənimsən də. Sən özüvə vaxt ayırmağın elə mənə vaxt ayırmağındır. Sən özünü islah eləməyin mənə vaxt ayırmağındır. Ən ali ibadət elə budur. Həzrəti Əli ibn Əbi Talibdən nəql olunur. Allah rəhmət eləsin, Şeyx Sədqun mötəbər kitablarından biri 3 ayın fəzilətləri əsərində, kitabında. Həzrət buyurur, Əli ibn Əbi Talib əleyhissalamdan nəql edir, buyurur ki, Həzrəti Peyğəmbər salavatullah belə buyurdu. Həzrət Əli əleyhissalam buyurur. Buyurur, Həzrət Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm belə buyurdu. Buyurdu ki, 4 nəfərin duası geri qayıtmaz. 4 qrup insanın duası geri qayıtmayacaq. Onlardan biri budur. Ərbəətun la turaddu ləhum də'vətun və yuftahu ləhum əbvabus səma və yəsiru iləl ərş. 4 qrup insan var ki, onların duası heç bir zaman geri qayıtmaz. Duaul valid li vələdihi. Birinci, atanın, valideynin öz övladı üçün elədiyi dua. Çalışın övladlar üçün çox dua ediyor. Fərqi yoxdur, ibadət vaxtı olsun, digər vaxtlar olsun, xəlvətdə olsun. Xüsusən qəlbləriniz yumuşalanda, hədislər bizə bunu deyir. Buyurur ki, qəlbiniz ki yumuşaldı, biraz kövrək oldunuz, qarğış eləməyin, dua eləyin. Allahdan istiyin. Çünki qəlb kövrələn zaman insanın duası, qəlb yumuşalan zaman insanın duası ən tez qəbul olunan zamandır. Buyurur ki, valideynin öz övladı üçün elədiyi dua qəbul olunacaq. Bunu Həzrət Rasulullah özü cavabdehdir. Vəl-məzlumi əla mən zələmə. Bir nəfərə zülm eləmsən sən, həmən o zülm elədiyin şəxs sənin üçün dua eləsə Allah səni bağışlayar. Diqqət edin, çox həssas məsələdir. Kimisə qəlbin qırmısınız, kimisə incitmişsiniz, kimisə narahat eləmişsiniz. Kimisə biz əziyyətə salmışıq, kimisə zərər vermişik. Fərqi yoxdur, hansı bir vasitə olur olsun. Həmən o şəxsdən mən halallıq niyə almalıyam? Birinci buna görə ki, mənim boynumda artıq onun haqqı var. Və halallıq almaq azdır bu məsələdə. Və ondan sənin üçün dua eləməyin xahiş edə, istə. Çünki onun sənin barında eləyəcəyi dua kimi tez qəbul olunan ikinci bir dua yoxdur. Həzrət Peyğəmbər salavatullah buyurur. Buyurur, çalışın, həmən o insan ki, zülm olunub, zülm eləyən barədə dua eləsə Allah qəbul eləyər. Haqq sahibi dua eləsə, o haqqın alan adam barəsində qəbul olunar. Çünki onun haqqı idi. O haqq sahibi o idi. Buyurur, üçüncüsü, vəl-mu'tamir hətta yərciə. Allah hər kəsə nəsib eləsin. Bir nəfər gedir, ümrə ziyarət eləyir, həcc. Mübarək Kəbə evinin ziyarəti. Həcc mövsümündə yox, hələ adi günlərdə. Ki, ona ümrə ziyarəti deyirlər ki, onun barəsində mən qısa da olsa, bəzi məclislərdə işarə eləmişəm. Həmən o insan qayıdan zamana qədər, evinə qayıdıb çatana, gəlib çatana qədər nə dua eləsə o ümrə ziyarətindən qaydanda, onun duaları qəbul olunar. Ki, Allah hər kəsə bu ümrə ziyarətin, həcc ziyarətlərin nəsib eləsin.
Və dördüncü, ən əhəmiyyətli, bizim bu məqsədimizə uyğun olan məsələ. Buyurur, və saimi hətta yuftirə. Oruç tutan adam iftar eləyənə qədər nə dua eləsə Allah qəbul edir. Sən oruçsan, oruç tutmusan, iftara qədər dua elə. İftara qədər Allahdan istə. Hədislərdə buyurulur, əgər siz tək namaz qılırsınızsa və yaxud da namaz qılanlar hamısı gözləyirsə, yaxşı olar ki, birinci namazı qılasınız, sonra iftar eləyəsiniz. Yox, əgər iftar açanlar var, gözləyir sizi, onları gözlətməyin. Onda yaxşı olar ki, iftarınızı açasınız, sonra namazı qılasınız. Bu hədisi izah edir, hədisin ardı var. Buyurur, bilirsiniz nəyə görə? Çünki iftar açana qədər hər bir şəxs oruç tutanın duası tez bir zamanda qəbul olunar. Sənin namazının da qılınması iftardan əvvələ təsadüf eləsə daha gözəl olar və daha tez qəbul olunar. Amma iftardan sonra olsa əvvəlkindən biraz fəziləti aşağıdır. Çünki iftar açmamışdan eləyəcəyin və elədiyin ibadət daha üstün və daha əfsəldir. Biz keçən dəfə Həzrəti Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmin mübarək Şaban ayının son cüməsində elədiyi xütbədən danışırdıq. Və bir qism danışdıq ondan. Və bir neçə cümlə inşallah bu gün də danışaq, bir təbərrükən inşallah sözümüzü yekunlaşdıracaq. Çünki Həzrəti Peyğəmbər sallallahu o xütbədə elə incə nöqtələrə, elə incə mətləblərə toxunub ki, bizim hər birimizin dərdinə dəyəndi. Və oruç tutan insanın hansı əzəmətdə olduğunu bizə başa salır. Və bizə çatdırır ki, sən oruç tutmağınla elə bilmə ki, sadəcə qarnını yeməkdən və içməkdən qoruyursan. Sən elə bir məqamdasan, Allah səni istəyir və cuiltum fihi min əhli kəramətillah. Sözün gözəlliyinə bax, üstünlüyünə bax. Deyir, Allah istəyir ki, sizi hörmətli bir şəxs kimi təyin eləsin. Allahın ehtiram elədiyi şəxslərdən qərar vermək istəyir sizi. Və duitum fihi ila ziyafətillah. Və Allah ilahi qonaqlığa sizi dəvət eləyir bu ayda. Bu ayın ziyafətindən, bu ayın qonaqlığından deyir, siz istifadə edin. Ənfasukum fihi təsbih və novmukum fihi ibadə. Aldığınız nəfəs zikirdir, nəfəs alıb verirsən, amma zikr eləyirsən. Yıxılıb yatırsan sən, dincəlirsən gün ərzində. Demirlər, səhərdən axşama kimi işi gücü at, gəl yat. Deyilən, yatmaq bəli, ibadətdir, gözəldir. Yatmaq, Həzrət Rasulullah özü buyurur. Buyurur ki, sizin yatmağınız nevmukum ibadətdir. Aldığınız nəfəs özü zikirdir. Amma bunun mənası o deyil ki, sən işığı gücü at, yüküvü başqasına yüklə, gəl burada dincəl deyilən, mən ibadət edirəm. Və əməlukum fihim məqbul. Heç bir yerdə qeyd olunmur ki, sənin əməllərin qəbul olunur. Heç bir yerdə zəmanət verilmir ki, insanın əməlləri 100% qəbul olunacaq. Amma Həzrəti Peyğəmbər sallallahu buyurur, bu mübarək Ramazan ayı elə bir aydır ki, burada sizin əməlləriniz qəbuldur. Əməlləriniz qəbuldur. Və duaukum fihim müstəcab. Nə dua eləsiniz, orada qəbul olunacaq. Nə istəsiniz, ona görə Həzrət buyururdu, Həzrət Peyğəmbər digər bayaqki hədisdə oxuduq, buyurur ki, sizin hər bir əməliniz, xüsusən də iftara qədər oruç tutan şəxsin bütün ibadətləri qəbul, bütün duaları müstəcabdır. Çalışın, istəyin Allahdan ki, Allah bu ayı özündən istəmək üçün, sən üçün şərait, bizlər üçün şərait yaradıb ki, məndən istəyin. Mən sizə istəyirəm, ehtiram eləyəm, mən sizə hörmət eləyəm, mən sizə bəxş eləyəm, mən sizə səxavətli bir şəkildə ən layiqli neymətləri sizə bəxş eləmək istəyirəm. Və istəyirəm ki, bu ay məndən istəyəsiz, başqa qapılardan əlizi üzəsiz, ancaq gələsiz mənim qapıma
və məndən istəyəsiniz. Bu zaman mən qəbul edeyim. Bu zaman sizin çağırışınızı qəbul edeyim və sizin istəklərinizin hər birini sizə bəxş edəcəm. Əgər Allah deməsəydi ki, bu dualarınızın hər biri bu ayda qəbuldur, insan yenə naümid olardı. Bizim dua eləməyimiz biraz səmimi olmur da, adətən beləyik biz. Ya inamımızın zəifliyi, ya etiqadımızın zəifliyi, ya imanımızın zəifliyi ki, biz öz Rəbbimizə arxain olmuruq. Arxain ola bilmirik ki, ilahi səndən istəyirəm, sən verəcəksən bunu. Bu yəqinliyi insanda formalaşdırmaq üçün Allah Ramazan ayında hökm verib ki, bütün istəklər qəbul olunacaq, bütün dualar qəbul olunacaq. Nə istəsin Allahdan, Allah bəxş eləyəcək. Deyir, məndən istəm, mən söz verirəm ki, qəbul eləyəcəm. Söz verirəm ki, axı qəlbimdə şübhə qalıb. Deyir, o şübhəni çıxart qəlbindən. Mən söz vermişəm axı, mən Allaham da, mən Rəbbəm, mən sizin Rəbbinizəm. Mən sizi bəsləyənəm, mən sizi yaradanam. Sizə nə lazımdır, onu mən bilirəm. Sizə nə sizi inkişaf elətdirər, nə sizi formalaşdıracaq, onu mən bilirəm. Amma sən bu ayı istə məndən. Bu ay heç bir sözün yerə düşməyəcək. İnandırım, bəzi Allahın insan barədə bu danışdığı, bu yöndə olan hədislərə və ayələrə baxanda, mən şəxsən özüm üçün deyirəm ki, mən xəcalət çəkirəm. Ki, Allah nə qədər nimət bəxş edir insana, nə qədər gözəlliklər verir və nə hansı yerlərdə Allah söz verir insana. Deyir, mən bunu eləyəcəm. Amma insan neyinir? Bəzi sözlərə əməl eləyir, hansı ki, öz məqsədinə uyğundur, məramına uyğundur. O bəzi yerlər ki, öz məqsədi ilə uyğunluq, nəfsani istəkləri ilə uyğunluq təşkil eləmir, onları saxlayır arxa plana. Deyir, ki, yox, kimdir oradan gələn? Eşitmişsiniz də belə sözləri. Kimdir oradan gələn? Kimdir filan? Amma əslində insan Rəbbin inkar eləmək istəmir. İnsan bəhanələrlə istəyir ki, vaxtı uzatsın və vəziyyətdən çıxsın. Öz nəfsani istəklərinin arxasıca düşsün. Amma Allah yenə də insanı boş buraxmır. Deyir, sənin bu nəfsani istəklərin səni məhv eləyəcək. Bu meyillərə bel bağlama. Bunlar ilğim kimidir. Dünyada olan bu arzular, uzun uzadı arzular və xəyallar ilğıma bənzəyir. İlğim bilirsiniz də nədir? Görürsən, yayın istisidir. Günəşin şüası düşüb asfaltın üstünə, ya səhraya, qumlu səhradır. Uzaqdan suya oxşar bir şey görsənir. Məsələn, asfaltda, ya səhrada. Gedirsən yaxına, görürsən uzaqda görsənir. Gedirsən, görürsən biraz uzaqda görsənir. Sən həmin yerə çatırsan, görürsən o uzaqda görsənir. Buyurur, sənin arzuların, istəklərin, xəyalların həmin o ilğıma bənzəyir. İlğım kimidir, sən elə bilirsən ki, gedib çatacaqsan ona. Uzaqdan sənə su kimi özün göstərir. Uzaqdan sənə özün göstərir ki, sən ölməyəcəksən, sən dünyanı tutub gedəcəksən, sən yaşayacaqsan, sən əbədisən. Sən elə bu dünyada belə qalacaqsan. Amma zaman gəlir, insan görür, yox, həmənki deyil. Allah rəhmət eləsin, bir axsaqqallardan biri, bizim kəndimizin axsaqqallarından biri. Allah cəmi dünyadan köçənlərimizə ruhların şad eləsin, rəhmət eləsin onlara. Bu günlərdə olunan dualardan və savablardan onların da qəbirlərinə aid eləsin inşallah. Günlərin bir günü məscidə gəlirdim, bir nəfər, bir qardaşlardan biri ilə yavaş-yavaş gəlirdik, onların qapısında gördük ki, o ağsaqqal xəstə idi, vəziyyəti yaxşı deyildi. Belə deyədi, ondan bir neçə gün sonra, bəlkə də bir ayda çəkmədi, dünyasını dəyişdi. Həkim ona demişdi ki, sən oruç tuta bilməzsən. Bu da deyir, mən nə qədər yadıma gəlir, oruç tutmuşam, hər il. Amma həmin il demişdi ki, həkim, sən oruç tuta bilməzsən. Biz gəldik, görüşdük,
mübarək ilə Ramazan ayının günləri idi. Günorta namazı ərəfələri idi. Bizi gördü, başladı ağlamağa. Görün, insan o mənəvi ab-havanı özündə götürəndə, özünə çəkəndə belə olur adətən. Utanır, xəcalət çəkir. Öz Rəbbindən utanır bəzən insan. Deyir, ilahi, sən mənə nə verməmsən? Sən mənə sağlamlıq vermişsən, nimət vermişsən, ehtiram eləmişsən. Məni insan kimi yaratmışsan. Bax, bundan böyük üstün bir fəzilət yoxdur ki, insan üçün. Təsəvvür edin, Allah insanın əvəzinə başqa bir varlıq, mənim əvəzimə başqa bir canlı yaradardı. Həmin canlının ehtiramı olmayacaqdı. Amma məni yaratmaqla deyir, sənə ehtiram vermişəm, eləmişəm. Sənə hörmət eləmişəm. Və ləqəd kərrəmnə bəni Adəm. Biz insan övladın çox hörmətli yaratmışıq, çox ehtiramlı yaratmışıq. Ən gözəl şəkildə yaradılış necə olur, insana o gözəlliyi bəxş eləmişik. Bundan üstün və bundan ali keyfiyyət yoxdur. Biz insana ən üstünün bəxş eləmişik. Bizi gördü, başladı ağlamağa. Dedim, ay Kərbəlayı, niyə ağlayırsınız? Nə oldu? Nə problem var filan? Heç gələ bilmirdi ya. Onu əlindən tutub gətirib əyləşdirmişdilər həyətdə. Təqribən bir 6-7 il bundan əvvələ söhbətidir. Deyir, yox, mən başqa bir problem yoxdur. Ağlam, ölümdən qorxmuram. Mən elə gözləyirəm ölümü. Allah nə vaxt məsləhət bilsə, onda öləcəm. Nə vaxt məsləhət, o gəldi, ölüm mələyinə vaxt, onda mən təslim eləməyə hazıram ruhuma. Amma mən sizi gördüm, Ramazan ayına görə xəcalət çəkdim Allahımla. Çünki mən birinci ildir ki, orucumu yeyirəm. Da bilmirəm. Bax, buna görə ağlayır. Deməli, bir insan öz Rəbbindən nə qədər utanar, öz Allahından nə qədər utanar, xəcalət çəkər. Bu hansı mövqeydir, hansı məqamdır? İnsana deyilir ki, insanın elə ən ali məqamı budur. İnsan Rəbbin sevər, öz sevdiyinin əksinə bir addım atmaz. Və atmış olsa belə, hətta üzürlü səbəbdən, Allah özü deyir, xəstəsənsə tutma, oruc tutma, ehtiyac yoxdur. Sən sağlamlığında, oruc elə bir şeydir ki, sağlamlıqla bağlı olan ibadətdir. Bunu deyim, qeyd kimi hər birimiz bir daha bilək. Bilənlər bilir, bilənlər üçün təkrar olsa da, bilməyənlər üçün bir əsas məsələ olar bu. İbadətlər müxtəlif yöndə. Var maddi ibadətlər, var mənəvi ibadətlər. Var sağlamlığa aid olan ibadətlər, var mütləq şəkildə ibadət. Məsələn, oruc ancaq sağlam insanlara şamildir. Hər adam oruç tutmaz. Heç ehtiyacdır. Allah heç məsləhət də bilmir. Deyir, bir nəfər xəstədirsə və yaxud da çox qocadır, yaşlıdırsa, oruç tutduğu zaman narahat olacaq, halsız olacaq, çətinliyə düşəcək, dözülməz həddə düşə bilər, deyir, ehtiyac yoxdur, oruç tutmasın. Mənə onun orucu lazım deyil. Ona lazım idi mənə, o sağlam olanda. Yəni, bundan sonra ehtiyac yoxdur. Mən oruc məsələsini onun üzərindən götürmüşəm. Məsələn, hicab. Bəzi hallarda hicab vacib olunur. Bilirsiniz nə vaxt vacib olunur? Bir nəfər o qədər yaşlıdır, o qədər qocadır. Elə bir həddədir ki, heç o hicabla örtünməsə də heç bir fərqi yoxdur ətrafda. Baxış fərqləri olmayacaq. Qoca bir qadındır, qoca qarıdır, ehtiyac yoxdur onun hicab taxmağı. Burada da deyir, hicab məsələsində də müəyyən yaş önəmlidir. Ondan əlavə, məsələn, həcc ziyarəti. Deyir, sən həm sağlam olmalısan, həm də maddi cəhətdən imkanın elə bir hədd olmalıdır ki, bu ibadəti sən icra eləyə bilməlisən. Və həm də əmin-amanlıq olmalıdır, növbəti şərt. Həm də əmin-amanlıq olmalıdır. Təhlükə ilə qarşılaşmamalısan. Bu hallar, bu şərtlər yerində olsa, həcci ziyarət eləyəcəksən, onda vacib olacaq. Bunlar olmasa, həcc vacib olmayacaq sənə. Xumus, zəkat.
Bunlar maddi ibadətdir. İstər sağlam ol, istər xəstə ol, bunun heç bir fərqi yoxdur. Sən əgər maddi cəhətdən imkanın varsa, müəyyən həddə, ki, müəyyən şərtlər daxilində, o həddə yetişmisənsə, bunun zəkatını çıxardacaqsan, ya xumusunu çıxardacaqsan. Bu maddi ibadətdir. Amma namaz, Allah namazda deyir ki, xəstə də olsun, qılacaqsan, sağlam da olsun, qılacaqsan. İlahi, mən uzanmışam yerdə, qalxa bilmirəm. Deyir, elə o şəkildə qılacaqsın. Sağ çiyini üstə üzü qibliyə uzana bilirəmsə, o cür uzanıb namazımı qılacam. Sol çiyini üstə uzanıb üzü qibliyə mümkündürsə, sağ mümkün deyil, sol mümkündürsə, o cür ibadət edəcəm. Bu da mümkün deyil, üzü yuxarı ancaq uzanıram, ayaqlarımın altı qibliyə baxır. Yəni, qalxsam üzü qibliyə dayanmış olacaq. Həmən şəkildə uzandığım formada namazımı qılacam. Və rükular, səcdələr, deyir, rüku və səcdələri gözünlə işarə edəcəksən. Zikirləri deyəcəksən, gözünlə işarə edəcəksən. Güzəşdə getmir orada. Nəyə görə? Çünki bu insanı yetişdirmək üçün ən əhəmiyyətli məsələdir. İlk və ən önəmli iş budur. Burada sağlamlıq yerində olsa da, olmasa da, maddi cəhətdən insan hansı səviyyədə olur olsun, əmin-amanlığı olur olsun, fərqi yoxdur, olur olmasın, heç bir əhəmiyyəti yoxdur, bu ibadəti icra edəcəksən, namazı icra eləməlisən. Buna görə buyurur ki, həmin bu ibadət oruc. Oruc sağlamlıqla bağlı olan məsələdir. Buyurur ki, burada dualarınız mütləq qəbul olunacaq. Nə dua eləsiz, istəsiz Allahdan? İftar açana qədər Allahdan nə istəsiz qəbul olunacaq. Fəsəlullahə Rabbəkum biniyyatin sadiqə. Elə isə Rəbbinizdən sədaqətli niyyətlərlə istəyin. Dürüst. Allah bilirsiniz kimi sevir, dürüst və səmimi insanları. Ehtiyac yoxdur Allahın yanında, qarşısında əyləşəsən, deyəsən, ilahi, bir təmtəraqlı cümlələr qurasan, bir rəsmi dildə danışasan, buna ehtiyac yoxdur. Müəyyən dualar var, bunlar öz yerində, o dualar oxumaq yaxşıdır, gözəldir. Amma özünün istəklərin ki var, onu Allah istəyir, sən Allahdan səmimi istəyəsən. Allah bunu sevir, bu işi sevir, bu prosesi sevir ki, insan səmimi istəsin öz Rəbbindən. Səmimi olmasa insan o qəlbin boşalda bilməyəcək axı. Allahla dərdi dil eləyə bilməyəcək. Ürəyi gərək yana insanın, insan qəlbin aça, öz Rəbbinə deyə. Bu da səmimiyyətlə mümkündür. Buyurur ki, belə isə öz Rəbbinizdən səmimi və sədaqətli niyyətlərlə istəyin və qulubin tahirə və pak qəlblərlə istəyin. Qəlbinizi paçlayın, pak olun, sonra öz Rəbbinizdən istəyin. Yaxşı, mən necə pak olun bu ay? Deyir, Həzrəti Peyğəmbər salavatullah buyurur. Buyurur, əgər bir nəfər bu ayda paklana bilməsə, o heç vaxt paklanmayacaq. Əgər bu ay paklana bilməsə, heç vaxt o insan paklana bilməyəcək. Əyyuhən nas, innə hazə şəhər qad hadarakum və huvə seyyidü şuhur. Fihi leylətun xeyrun min əlfi şəhər. Ay cəmaat, Həzrət Rəsulullah buyurur. Buyurur, ey insanlar, bilin ki, bu ay artıq yetişdi. Yəni, mübarək Ramazan ayı gəlib çatdı. Başqa bir hədisdə buyurur, başqa bir xütbədə. Artıq bu ay yetişdi, gəldi, çatdı. Bilin ki, bu ay elə bir aydır ki, bütün ayların ən üstünüdür, ağasıdır. Və bu ayda elə bir gecə var ki, bütün gecələrdən üstündür, hətta 1000 aydan üstündür, Həzrət buyurur. Qədir gecəsini işarə edir. Tuğləqu fihi əbvabun neyran və tufəttəhu fihi əbvabul cinan. Bu elə bir aydır ki, burada cəhənnəmin qapıları bağlanar, behiştin qapıları açılar. Bu ayın rəhmət və bərəkəti budur. İnsan cəhənnəmin qapılarını görməyəcək bu ayda.
Bu ay elə bir aydır ki, Allah bütün o cəhənnəmə aid olan qapıların hamısını bağlayıb insanın üzünə. Amma behiştin qapıları açıqdır. Fəmən ədrəkəhu fələm yuğfər ləhu fəəbədəhullah. Çox gözəl, dəyərli cümlələr Həzrət Peyğəmbərin öz sözləridir. Buyurur, hər kəs bu ayı dərk eləsə, yəni bu ay yetişə gəlib çata, insan da həmin ayda yaşaya, salamat ola, sağlam ola. Və bu ayın orucundan istifadə eləmiş şəxs ola. Fəmən ədrəkəhu fələm yuğfər ləhu. Hər kəs bu aya sağlam şəkildə gəlib çıxa, bu aydan istifadə eləyib bağışlanmaya. Ramazan ayında bağışlada bilməyə özün. Niyə bağışlada bilmir? İbadət eləyənmir, dua eləmir. Fəəbədəhullah. Allah onu öz rəhmətindən uzaqlaşdırar. Bu ayda insan özün bağışlada bilməsə, Allah rəhmətindən onu uzaqlaşdırır. Yəni bu ayda o insan bağışlanmasa, dahi heç vaxt bağışlanmayacaq. Və mən ədrəkə validəyhi fələm yuğfər ləhu fəəbədəhullah. Hər kəs bu ayda gələ, valideyninə xidmət eləməklə özün bağışlada bilməyə. Bu da ən həssas məsələlərdəndir. Valideyn qarşısında olan ən üstün, valideyn qarşısında ən əhəmiyyətli və ümdə məsələlərdən biridir. Valideynə xidmət. Valideynə qarşı laqeydlik yox, valideynə qarşı diqqətsizlik yox. Hər bir cümlədə, hər bir kəlmədə ona itaət və ehtiram. Quran-ı Kərimin bizə əmridir bu. Buyurur ki, valideynlər hətta sizi harama sövq eləsə belə, haram iş görməyə vadar eləsə, təhrik eləsə, haramı eləməyin. Amma onlarla çox ehtiramla rəftar eləyin. Qəlblərini də sındırmayın. Onlara hörmət eləyin. Başqa ayədə buyurur, onlara uf belə deməyin. Həzrət buyurur, əgər ufdan kiçik bir söz olsaydı, Allah Quranda həmin o kəlməni uf kəlməsinin əvəzində işlədərdi. O qədər valideynin itaəti vacibdir, o qədər valideynə ehtiram vacibdir. Bu ayda bir nəfər valideyninə xidmət eləməklə özün bağışlada bilməsə, Həzrət Peyğəmbər salavatullah buyurur, fəəbədəhullah, Allah onu öz rəhmətindən uzaqlaşdırar. Bir də o adam da bağışlanmayacaq. Heç vaxt. Kim onun üçün dua eləsə də bağışlanmaz o. Nə əməl eləsə də o bağışlanmaz. Çünki valideyninə xidmətlə qalxacağı məqama heç bir nərdivanla qalxa bilməz insan. Heç bir vasitə ilə o yüksəliyə qalxması mümkün deyil. Və mən zukirtu indəhu fəsəlla əleyh. Kimin yanında mənim adım zikr olunsa, Həzrəti Peyğəmbər salavatullah buyurur. Xüsusən bu ayda, kimin yanında mənim adım zikr olunsa, mənə salavat göndərin. Çoxluca salavat göndərin. Fələm yuğfər ləhu fəəbədəhullah. Hər kəs mənə salavat göndərməklə bu ayda bağışlanmasa, onun bağışlanmaq məsələsi bağlanır. Bundan sonra bağışlanmayacaq. O dünyada bu vasitələrdən istifadə edib bağışlanmasa, heç vaxt bağışlana bilməyəcək. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, pak qəlblərlə Allahdan istəyin, ən yuvəffiqəkum lisiyamihi və tilavəti kitabı və Allahdan istəyin ki, Allah sizi oruç tutmaqda müvəffəq eləsin. Oruc bilirsansı, ac qalmaq yox, o şərtləri yerində olan orucdan söhbət gedir. Həmin o orucu tutmaqda sizi müvəffəq eləsin və Qur'an oxumaqda sizləri müvəffəq eləsin. Qur'anı necə oxumaq? Qur'anı əməli şəkildə oxumaqdan söhbət gedir. Allahın verək izzətinə, əzəmətinə bizləri bu ayın feyz və rəhmətindən bir nəsib eləməsin inşallah. Allahın verək izzətinə, əzəmətinə, böyüklüyünə, ucalığına elədiyimiz ibadət itaətləri ali dərəcədə qəbul eləsin inşallah. Verilən ehsanları ali dərəcədə qəbul eləsin inşallah. Allahın verək izzətinə, əzəmətinə bu günlərdə, bu aylarda
Şəhidlərimiz ki, onların məqamları daha da alidir. Allah bu ayların ehtiramına xatir, bu günlərin ehtiramına xatir onların məqamlarını daha da ali eləsin inşallah. Onları Kərbəla şəhidləri ilə məhşur eləsin inşallah. Şəhid ailələrinə, yaxınlarına, əzizlərinə səbir etcəzil, kəramət eləsin inşallah. Allahın ürək izzətinə, əzəmətinə, böyüklüyünə, xalqımızı, millətimizi, dövlətimizi daima uca qərar versin inşallah. Allahın verək izzətinə, əzəmətinə, dinimizə, xalqımıza xidmət edənləri, mənsur xəyanət edənləri zəlil xar eləsin inşallah.